İmamət dinin üsulundandırmı? İmamətin məsələsi erkən şiə alimlərinin nəzərində bir mənalı olaraq dinin üsulundan sayılırdı və imaməti qəbul etməyənlər heç bir ixtilaf olmadan kafir hesab olunurdu. Bu barədə şiələrin ən böyük alimi Şeyx Əl-Mufid yazır. İmamilər ittifaq ediblər ki, imamlardan hər hansısa birinin imamlığını inkar edən və onlara Allahın vacib etdiyi itayət fərziyyətini rədd edən kafirdir, sapıqdır, atəşdə əbədi qalmağa layiqdir. Şiələrin tanınmış alimlərindən İbn Bəbəveyh Əs-Saduq deyir: Möminlərin əmri Əlinin və ondan sonraki imamların imamlığını inkar edən barəsindəki etiqadımız budur ki, o, bütün peyğəmbərlərin peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir. Möminlərin əmri Əlini təsdiq edən, lakin ondan sonraki imamlardan birini inkar edən haqqında etiqadımız isə budur ki, o, bütün peyğəmbərləri təsdiq edib, bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir. Şeyxut Tayfə ləqəbi ilə tanınmış Əbu Cəfər Ət-Tusi yazır ki, İmaməti inkar etmək küfürdür. Necə ki, peyğəmbərliyi inkar etmək də küfürdür. Çünki bu ikisindən cahil olmaq eyni ölçüdədir. Cəmaluddin İbn Əl-Mutahhər Əl-Hilli yazır ki, İmamət bizə görə ən əzəmətli ərkanlardan biridir və onsuz iman sabit olmur. Şiələr bu etiqadlarını dəstəkləmək üçün imamlarına bəzi sözlər nisbət edirlər. Misal üçün, Əl-Kuleyni isnadı ilə rəvayət edir ki, güya Əbu Cəfər Əs-Sadiq deyib, İslam 5 şey üzərinə bina edilib. Namaz, zəkat, həc, oruc və vilayət. Heç bir şey vilayətə çağırıldığı kimi çağırılmayıb. İnsanlar isə 4-ünü götürdülər və bunu tərk etdilər. Bir məsələnin üsul-ü-dindən və ya üsul-ül-məzhəbdən hesab edilməsi deməkdir. Əl-Məclisi ona görə buyurur, əgər onlar həm dünyada, həm də axirətdə müsəlman hökmündədirlərsə, o zaman onlarla şiələrin fasiqləri arasındakı fərq nədir? O zaman imamlığın dinin furu məsələlərindən olduğunu deyən müxaliflərə rədd olaraq, onun üsul-ü-dindən olduğunu deyən haqq tayfanın bu məsələdə icma etməsinin nə faydası qalır? Həqiqətən də imamət məsələsində müxalif olmaq insanın axirətdə qurtulmasına mane olmayacaqsa, onu tövhid və risalət əsasları kimi bir əsas hesab etməyin nə malası var? Burada etiraz edib deyə bilərlər ki, əksər şiə alimlərinə görə sünnət əhli müsəlman sayılırlar. O zaman necə olur ki, bu qədər imami şiəsi sünnət əhlinin kafir olduğuna hökm verir? Şiələrdə Əş-Şəhid Əs-Səni ləqəbi ilə tanınan Zeynuddin Əl-Amili Həqaiqul İman kitabında bu problemi müzakirə edir və qeyd edir ki, şiə alimləri 2 şəhadət kəlməsi ilə kifayətlənənlərə müsəlman hökmü veriblər, lakin eyni zamanda küfrün tərifində onu imanın yoxluğu kimi müəyyən ediblər. Həmçinin daha əvvəl təqdim etdiklərimizdən bildin ki, imami tayfasına görə imamların imamlığını təsdiqləmək imanın üsulundandır. Necə ki, bu, onların məzhəblərində zəruri olaraq bilinən bir şeydir və bunu daha əvvəl onlardan Əl-Muhaqqiq Nəsiruddin Ət-Tusi aşkar sözlərlə nəql etdi. Heç şübhə yoxdur ki, tərkib hissəsi olan əslin yox olması ilə bir şey tamamilə yox olur. Beləliklə də 2 şəhadəti təsdiq etmiş olsa da, sözü gedən təsdiqi həyata keçirməyənin küfrünə hökm etmək lazımdır. Və bu həm də 12 imamın imamlığını təsdiqləməyən kəsə müsəlman hökmü verməklə də uyğun gəlmir. Əş-Şəhid Əs-Səninin burada qeyd etdikləri problemi oxucuya çatdırmaq məqsədini daşıyır. Yəni, əgər imamət dinin əsillərindən bir əsildirsə və əsil yox olduqda din özü də yox olmalıdırsa, o zaman imaməti qəbul etməyənlərə müsəlman hökmü vermək necə mümkün ola bilər? Əş-Şəhid Əs-Sani bu problemin həllini belə izah edir.
Bunun cavabı budur ki, iki hökm arasında uyğunsuzluq yoxdur. Belə ki, sözü gedən təsdiqi olmayan kəsin həqiqətdə kafir olduğuna hökm edirik və onun müsəlman olduğuna hökm etmək sadəcə zahirdədir. Beləliklə də iki hökmün yeri fərqlidir, ona görə də uyğunsuzluq yoxdur. Əl-Amili daha sonra sözünün davamında buyurur ki, İmami şiyələri sünnət əhlinin zahirən müsəlman olub-olmamasında ixtilaf ediblər. Bir qrup onların zahirən də kafir olduqlarını desə də, əksəriyyət zahirən müsəlman hökmü veriblər və daha sonra əlavə edir, aşkar olan budur ki, bu ixtilaf infasis ləfzidir, infasis. Çünki onların müsəlman olduqlarını deyənlər bununla İslam hökmlərinin çoxunun onlar üçün keçərli olmağını qəsd edirlər. Bununla heç də onların həqiqətdə müsəlman olduqlarını qəsd etmirlər. Çünki eyni zamanda onların cəhənnəmə girəcəklərinə dair icma nəql edirlər. Bu icmanı Əl-Murtədə Ər-Risalətul Bəhira fi Fadlil İtratit Tahira adlı risaləsində belə təsdiq edir. Onları, yəni imamları bilmək, Allahu Teala'nı bilməkdə olduğu kimi iman və İslamdır. Və onlardan cahil olmaq, onlarda şəkk etmək, Allah haqqında cahil olmaq, Allaha şəkk etməkdə olduğu kimi küfürdür və imandan çıxmaqdır. Bu məqam Peyğəmbərimizdən sallallahu aleyhi və alihi və ondan sonra möminlərin əmrindən, onun kökündən olan imamlardan hamısına salam olsun, başqa bəşəriyyətdən heç kəsə aid deyildir. Bizim zikr etdiklərimizin onlara salam olsun, onların imamlığını bilməyin imandan olmasına, bunda xələlin küfür və imandan dönmək olmasına dəlalət edən dəlil budur ki, İmami şiyələr bunda icma ediblər, belə ki, onlar bunda ixtilaf etmirlər. Buradan anlaşılır ki, əksər İmami şiyələri sünnət əhlini zahirən müsəlman hesab etsələr də, onları batinən kafir hesab etməkdə ixtilaf etməyiblər və icma ilə onların cəhənnəmli olduqlarını hökm edirlər. Hətta bəzi alimləri qeyd edirlər ki, imamların inkarı peyğəmbərlərin inkarından daha ağır, daha pisdir. İbnül Mutahhər Əl-Hilli yazır, İmamət ümumi lütfdür, nübüvvət isə xüsusi lütfdür. Çünki hansısa zaman kəsimi diri bir peyğəmbərdən xali ola bilər, imam isə belə deyildir. Ümumi lütfü inkar etmək, xüsusi lütfü inkar etməkdən daha şərlidir. Bəzi müasir şiyələr iddia edirlər ki, imamət məsələsi müasir usulü alimlərin çoxuna görə dinin əsaslarından yox, məzhəbin əsaslarından sayılır. Bununla əldə etməyə çalışdıqları təsəvvür isə budur ki, güya məzhəbin usulundan olan şeylərə görə təkfir edilmir. Misal üçün, müasir şiyə alimlərindən Muhammed Asif Əl-Muhsini yazır. Sonra bil ki, İmami şiyələrinə görə imamət məsələsi furudan yox, usuldan olsa da, lakin usulül məzhəbdən sayılır. Usulü dindən deyildir. Onu inkar edən İslam dinindən çıxmaz, ancaq şiyə məzhəbindən çıxar. Beləliklə də imaməti inkar edən müsəlmandır, mömin deyildir. Beləliklə də bu kimi sitatlardan elə nəticə çıxarmaq olar ki, imamət dinin usulu olmadığı üçün yuxarıda dediklərimiz keçərli olmaz. Lakin bu, həqiqəti haqqı ilə təmsil etmir, doğru olanı tam çılpaqlığı ilə ortaya qoymur. Doğru olan budur ki, İmamətə usulü din yerinə usulül məzhəb demək digər firqələrə zahirən müsəlman hökmü vermək üçün ortaya atılmış bir incəlikdir. Amma 12 imam şiyəsi olmayan hər kəs imamı şiyələrinə görə batində kafir hesab olunur. Gəlin müasir usulü məktəbinin ən bariz üzvlərindən biri olan Əbülqasim Əl-Xoyunun sözləri ilə tanış olaq. O, ümumiyyətlə 12 imam şiyələrinə müxalif olan firqələrin, xüsusilə də sünnət əhlinin hökmündən danışarkən, xəlifəlik mənasındakı vilayətin dinin zərurətlərindən yox, məzhəbin zərurətlərindən olduğunu qeyd etdikdən sonra, mövzunun axırında yekun rəyi belə ifadə edir. Doğru olan budur ki, 12 imam şiyələrinə müxalif olmuş bütün firqələrin təmizliyinə və zahirən müsəlman olmaqlarına hökm olunar. Və burada sünnət əhli ilə digərlər arasında fərq qoyulmaz. Bununla belə onların hamısı həqiqətdə kafirdirlər və onlar bizim dünya müsəlmanı axirət kafiri adlandırdıqlarımızdandılar. Gördüyümüz kimi Əl-Xoyi imaməti usulüddindən deyil, usulül məzhəbdən saymasına baxmayaraq yenə də müxaliflərin həqiqətdə kafir olduqlarını deyir. Dinin usulu ilə məzhəbin usulu arasındakı fərqi Şiə alimi Şihəbuddin Əl-Maraşi Ən-Nəcəfi belə izah edir.
İslam dininin əsasları iki qismdir. Ondan bir qismi o əsaslardır ki, fiqhi məsələlərdə kiməsə müsəlman hökmü vermək ondan asılıdır və bura tövhid şəhadəti və risalət şəhadəti aiddir. Digər qismə gəldikdə isə bundan yalnız axirətdə qurtuluş, Allahın əzabından xilas olmaq, onun razılığını qazanmaq və cənnətə daxil olmaq asılıdır. Beləliklə də bu qismi etiraf etməyənlərə cənnətə daxil olmaq haramdır və kafirlər zümrəsinin içərisində atəşə atılacaqlar. Bu ikinci qismə imamət etiqadı, imamı etiraf etmək aiddir. Bu məsələ Şiə alimləri arasında o qədər məşhur və sabit bir məsələdir ki, hansı məktəbə aid olmasından asılı olmayaraq, İmami Şiələrin alimləri bunu kitablarında təsdiq edirlər. Yuxarıda Şiələrin fəqihlərindən, usulilərindən misal verdik. Şiə tayfasına aid olan filosoflar da bu nöqtədə fərqlənmirlər. Misal üçün, Muinuddin Əş-Şirazi yazır, əgər soruşsan ki, buna binaən xilaf əhlinin kafir olması gərəkdir, halbuki alimlərimizin əksəriyyətinə görə onlar müsəlmanlar zümrəsindəndir. Cavabımız budur. Onların digər kafirlər kimi cəhənnəmdə əbədi qalmaqlarında mənasında, kafir olmaqlarında alimlərimiz ixtilaf etmirlər. Başqa necə ola bilər? Qurtulmuş xalq firqəsinin ittifaqına əsasən, imamət dinin usulundandır və dinin əsaslarından bir əsası inkar edən kafir olur. İxtilaf sadəcə olaraq onlara kafir hökmünün bu dünyada tətbiq olunması ilə bağlıdır. Əshablarımızdan Əl-Murtəda kimi bəziləri bu rəydədir, əksəriyyət isə digər rəydədir. Əl-Məclisi də təsdiq edir ki, möminlərin əmirinin və onun nəslindən olan digər imamların əleyhimussələm imamlığına etiqad etməyənlər və başqalarını onlardan üstün tutanlar barəsində küfür və şirk sözlərinin işlədilməsi onların əbədi cəhənnəmlik olmaqlarına dəlalət edir. Şiə alimləri səhabələri təkfir edərkən, onlara əbədi cəhənnəmlik hökmü verərkən də ən əsas səbəb olaraq Əlinin imamlığını inkar etməklərini göstərirlər. Şeyx Əl-Mufid ilk 3 xəlifənin zalım asilər olduğunu dedikdən sonra, heç bir tərəddüd etmədən onların zülümlərinə görə cəhənnəmdə əbədi qalacaqlarını yazır. Həmçinin möminlərin əmrinə qarşı vuruşmuş, Basra və Şam əhlinin hamısı kafirdir, sapıqdır, məlundur və onlar buna görə atəşdə əbədi qalacaqlar. Bu, Əliyə qarşı çıxmağı Allaha və elçisinə qarşı çıxmaqla eyniləşdirməkdir. Burada Əl-Qadi Abdülcəbbarın sözlərini bir daha xatırlamalıyıq ki, İmami şiyələri ilə digər firqələr arasındakı ayrışma nöqtəsi məhz imamət məsələləridir. Digər məsələlər ixtilafların periferiyasına düşür və ciddi bir əhəmiyyət kəsb etmir. Əksinə, bu məsələdə tutulan mövqe digər məsələlərə baxış açısına da təsir edir. Çünki digər firqələr ittifaq edirlər ki, etiqad baxımından bir müsəlmanın qurtuluşu üçün tələb olunan 2 etiqad vardır. Tövhid və nübüvvət. İmami şiyələri bu cəhətdən digər firqələrdən seçilirlər. Nəsirüddin Ət-Tusi yazır, İmamilər digərlərindən onunla fərqlənirlər ki, onlara görə cənnətə daxil olmaq və qurtuluş yalnız Muhammedin ailəsinin, əleyhimussələm, vəlayətini qəbul etməkdən və onların imam olduqlarına etiqad etdikdən sonra mümkündür. Digər İslami firqələrə gəldikdə isə onlar ittifaq ediblər ki, qurtuluşun əsli 2 şəhadət kəlməsini iqrar etməkdir. Ona görə də Əl-Mufid kimi bir şiə aliminin bu sözləri qəribə səslənməməlidir. Vilayət məsələsində haqqa müxalif olanın ölüsünü yumaq və ona cənazə qılmaq iman əhlindən heç kimsə üçün icazəli deyildir. Yalnız zərurət tələb etdikdə bunu təqiyyə baxımından etməsi istisnadır. O zaman xilaf əhlinin yuduğu kimi yumalıdır, ona cənazə qılmalı olsa, namazında onu lənətləməli və onun üçün dua etməməlidir. Əl-Muhaqqiq Əl-Bahrani yazır ki, Şeyx Ət-Taifə Ət-Tusinin Ət-Təhzib kitabında yazdıqlarının zahirindən anlaşılan budur ki, Şeyxi Əl-Mufid ilə bu məsələdə razılaşır. Əl-Bahrani əlavə edir ki, bu həmçinin Əbu Salih Əl-Hələbi, Səllər Əd-Deyləmi,
İbn İdris Əl-Hillinin məzhəbidir və özü də bu məzhəbi aşkar olan haqq hesab edir. Əbu Salih Əl-Hələbinin öyrətdikləri xüsusilə maraqlıdır. Belə ki yazır: ölü əgər cəbr və ya təşbih və ya eytizal və ya xaricilik baxımından haqqa müxalif biridirsə, 4-cü rükətdən sonra onu lənətləyər və cənazədən çıxar. Halı belə olan birinə təqiyyə halı istisna olmaqla heç cür cənazə namazı qılmaq olmaz. Muhammed Baqir Əl-Bəhbəhəni isə imamət məsələsinin dinin üsulundan olduğunu əsas gətirərək müxaliflərə sədəqə vermək, su vermək kimi bəsit insani əməllərin qadağan olduğunu yazır, bu barədə imamlardan xəbərlərin gəldiyinə diqqət çəkir. Cənazə məsələsi imami məzhəbində çox maraqlıdır, çünki imami şiyələr mömin hesab etdikləri şəxslər üzərində cənazə namazı qıldıqlarında bunu 5 rükət edirlər. Bir rəvayətdə gəlir ki, Əbu Bəsir deyir: mən Əbu Əbdullahdan əleyhissalam soruşdum, niyə biz cənazə namazında 5 dəfə təkbir deyirik? Halbuki müxaliflərimiz 4 təkbirlə kifayətlənirlər. O cavab verdi: çünki İslamın əsaslandığı sütunlar 5'dir. Namaz, zəkat, oruc, həc və biz əhl-i beytə olan vəlayət. Allah hər bir sütun üçün ölünün üzərində bir təkbiri təyin etdi. Siz bu 5 sütunun hamısını qəbul etmisiniz. Amma müxalifləriniz 4'ünü qəbul edib, birini inkar etmişlər. Ona görə də onlar ölülərinə 4 təkbirlə, siz isə 5 təkbirlə namaz qılırsınız. Bir başqa rəvayətdə İmam Rızadan soruşuldu: ölünün üzərində 5 təkbirin səbəbi nədir? O cavab verdi: rəvayət edirlər ki, bu 5 günlük namazdan götürülmüşdür. Sonra əlavə etdi: bu, hədisin zahiri mənasıdır. Amma başqa bir izah var. Allah qullarına 5 vacib əməl təyin etmişdir. Namaz, zəkat, oruc, həc və vilayət. Ölünün üzərində hər bir vacib əməl üçün bir təkbir təyin edildi. Vilayəti qəbul edənlər 5 təkbir deyir. Qəbul etməyənlər isə 4 təkbir deyir. Buna görə də siz 5 təkbir deyirsiniz, sizə müxalif olanlar isə 4 təkbir deyirlər. Bu rəvayətlər şiyələr ilə sünnət əhlinin arasında cənazə namazındakı fərqləri göstərir. İmami şiyələri onlara müxalif olan müsəlmanlar üzərində neçə rükət cənazə namazı qılmaq barədə ixtilaf ediblər. İxtilafın səbəbi isə İmam Ər-Rizaya nisbət edilmiş bir xəbərdir ki, orada iddiaya görə İmam Ər-Riza deyib, möminə gəldikdə onun üçün 5 təkbir, münafiqə gəldikdə isə 4 təkbir gətirilər, orada salam verilməz. Əbulqasım Əl-Xoyi qeyd edir ki, Əl-Muhəqqiq Əl-Hilli müxalifin cənazəsinin 4 təkbir olaraq qılınmasının vacib olduğunu deyib. Əl-Xoyi özü digər rəyi üstün saysa da, Əl-Hillinin rəyi haqqında buyurur: ola bilsin ki, ondan sonraki alimlər arasında məşhur olan bu rəydir. Heç kim elə düşünməsin ki, Əl-Xoyi və digər şiyələr müxaliflərin də cənazə namazını qılmağa icazə verməklə onların qurtulacaqlarına ümid edirlər. Əl-Xoyi müxalifi üçün qılınan cənazə namazının rükətləri barədə danışdıqdan sonra deyir: dua etməyə gəldikdə isə ikisi arasında fərq vardır. Belə ki, müxalifin ölüsünə bəddua edilməli, mömin üçün isə xeyr dua edilməlidir. Çünki müxalif, daha əvvəl hökmünü zikr etdiyimiz mustazaflar müstəsnadır, ya inatkardır, ya da müqəssir cahildir. Hər iki halda Allahın düşmənidir. Belə görünür ki, bu məsələdə şiə alimləri arasında ittifaq var. Əbulməz Əl-Hələbi yazır ki, 4-cü təkbirdən sonra ölüyə haqq əhlidirsə rəhmət diləyər, batil əhlidirsə bəddua edər. Yəhya bin Said Əl-Hilli yazır ki, əgər batil əhlidirsə, 4-cü təkbirdən sonra ona bəddua edər, onu lənətləyər və namazdan ayrılar. Hətta şiə kitablarında verilən təfsilatlı məlumatlara əsasən, əhl-i sünnətdən olanların cənazə namazında hansı duaların edilməsi öyrədilir. Əl-Feyd Əl-Keşani yazır: müxalifə gəldikdə isə onun üçün qılınan cənazə namazı 4 təkbirdən ibarətdir. Səhih rəvayətlərdə deyilir ki, bir mömin üçün 5 təkbir deyilir, münafiq üçün isə 4 təkbir edilir. Həsən xəbərə əsasən ona bəddua edilər. Əgər ölmüş kəs həqiqəti inkar edən biridirsə, duanda belə də ki,
Allahım, onun içini ateşle doldur. Ali bin Bəbəveh Əl-Qummi yazır ki, ölü eğer muhaliftirsə, 4-cü təkbirində belə de ki, Allahım, bu bəndəni və bəndə oğlunu rüsva et. Allahım, onu ateşe at. Allahım, vereceğin cezanın en ağırlısını, hüqubətinin en şiddetlisini ona daddır. Onu ateşe sal ve içini ateşle doldur. Qəbrini onun üçün dar et, çünkü o senin dostlarına düşmənlik etdi ve düşmənlərinə dost oldu. Allahım, onun əzabını yüngülləşdirmə, əzabını onun üstüne yağdır. Cənazəsini qaldırdıqda isə desin ki, Allahım, onu qaldırma və təmizləmə. Məsələ o həddə çatıb ki, Muhammed Həsən Ən-Nəcafi yazır. Əksinə, ola bilsin ki, onların açıq şəkildə insanların gözü qarşısında təhqir edilməsi təqiyyə ilə qadağan edilmədiyi müddətcə ən üstün ibadətlərdən biridir. Bundan da üstün isə onların qeybətini etməkdir. Bu, bütün dövrlərdə və bölgələrdə şiyələrin alimləri və sadə insanları arasında qəbul edilmiş bir təcrübə olmuşdur və elə bir həddə çatmışdır ki, bu mövzuda kitablar doldurulmuşdur. Həqiqətən, onların qeybəti şiyələr arasında ən üstün ibadətlərdən və Allaha yaxınlaşmağın ən kamil yollarından biri hesab edilir. Davamında buyurur, rəvayətlərin təvatürü və ayələrin çoxluğu onların düşman bilinməsini və onlardan uzaq durmağı vacib etdiyi halda mömin, yəni şiyə ilə müxalif arasında qardaşlığın ola biləcəyini necə təsəmmür etmək olar? O zaman rəvayətlərdə keçən insanlar və müsəlman ifadələri ilə mömin mənası başa düşülməlidir, necə ki, 4 rəvayətdə bu şəkildə ifadə olunmuşdur. Əl-Müqəddəs Əl-Ərdəbilinin qeybəti ümumən qadağan etməsi, fikri onları öldürməyi, kafirlərə qarşı edilənlərin onlara qarşı edilməsini icazəli görən ki, bu mövqeyin nəticəsində onlar tərəfindən Bağdadda və ətrafında öldürüldü, Xacə Nəsirüddin Ət-Tusi, Əllamə Əl-Hillinin və digər alimlərin fikirlərindən nə qədər də uzaqdır.